Hüseyin Cavid demiş, qadın gülərsə bu ıssız mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək. Bugün varlığı ilə yeni can yaradan, zəkası ilə işıq saçan, çiçəklərə bərabər tutulan qadınların günüdür. Bütün qadınlar tarix yazacaq gücə malikdir. Amma bəzi xanımlar var ki, adları tarixdə xüsusi vurğulanır. Tarixin məşhur ziyalı qadınlarından biri də Gəncəli xalq şairəsi Nigar Rəfibəylidir. Nigar xanım 1913-cü ilin iyun ayında Gəncədə anadan olub. Nazir qızı olan Nigar Xudat bəy ilə Cavahir xanımın son beşiyi olub. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını veriblər ona. Amma sonra babasının xeyir duası ilə Suğra adı Nigarla əvəzlənib. Nigar Rəfibəyli şərəf ordeni və digər medallarla təltif olunub. O qəlbimizdə taxt quran, ruhumuzu oxşayan Aman ayrılıq, Dağları duman alanda, Alagözlüm və başqa mahnıların söz müəllifidir. 1930-cu ildə Nigar taleyini dəyişəcək bir insanla tanış olub. Şair Rəsul Rıza ilə. Aralarındakı sevgi qığılcımı ədəbiyyat məclislərində başlayıb Moskvaya qədər uzanıb və 1937-ci ildə Bakıda qurulan bir ailəyə çevrilib. Bu evlilikdən 3 övlad, Anar, Fidan və Təranə doğulub. Böyük Vətən müharibəsi illərində Rəsul Rıza cəbhəyə yollanıb. Qəlbi bu ayrılığı qaldırmayan Nigar cəbhəyə yarının yanına belə getmək istəyib. Rəsul Rızanın cəbhədən gəlişi ilə Nigar xanımın ayrılıq əzablarına son qoyulub. Bu müddət ərzində Nigar Rəfibəyli Rəsul Rızaya Neyləyim adlı şeir yazır. Nigarın Rəsula yazdığı ilk şeir deyildi. Amma təəssüf ki, bunun tarixçəsi daha kədərlidir. Sonralar bəstəkar Emin Sabitoğlu Neyləyimə musiqi bəstələyir və Alagözlüm mahnısı ərsəyə gəlir. 1981-ci ildə Rəsul Rızaya yüksək qan təzyiqi, Nigar xanıma da xərçəng diaqnozu qoyulub. Zövcəsinin dərdini qaldıra bilməyən Rəsul Rıza dünyadan köçür. Rəsul Rızanın vəfat etdiyini Nigar xanıma söyləmirlər. Xəstəxanada olanda təəccüblənilmiş ki, Rəsul kimi hövsələsiz adam niyə ona zəng vurmur? Alagözlüm də elə həmin günlərdə bəstələnib. Mahnı Nigar xanımın çox xoşuna gəlib. Oğlu Anar xəstəliyin əlacısızlığından Nigarı evə gətirib. Qara paltarını geyinib, sanki Rəsulun yoxluğunu hiss edib, yas saxlayıb. Bir həftə sonra da gözlərini dünyaya əbədi olaraq yumub. Yanında biraz geçer kimi